أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, El-Vakıa suresi 41-60. ayələri oxuyacaq. Bu dərs bu surənin təfsirinin sonuncu dərsi olacaq. Çünki burada əsasən bizə mövzu götürdük. Cənnət əhlinin 3 firqədən ibarət olan insanları, yəni üzr istəyirəm, məhşər günü 3 firqədən ibarət olan insanlar ki, bir firqəsi sağ tərəf sahibləridir, yəni cənnətə düşəcək adamlar, bir tərəf isə sol tərəf sahibləri, yəni cəhənnəmə düşəcək adamlar ki, bugünkü dərsimiz bu olacaq. Bir də burada öndə olanlar vardır ki, yəni onlar Allaha çox yaxın olan takvalı mümin insanlardır ki, onlar xüsusi hörmət ilə qarşılanacaqlar. Bu ayrı dərsdə bu barədə bir danışıq olub və yenə də olacaqdır. Amma bugünkü dərsimiz, yəni bu surənin, Vakıa surəsinin bununla tamamlayacaq, cəhənnəmin vəsfi. Bəli, dəyərli insanlar, biz müsəlmanların bir qrupunu azmasına səbəb olan cənnətə arxayınçılıq ki, bəzən biz elə zənn edirik ki, mən müsəlmanam, cəhənnəmə düşmərəm ki, əvvəl-axır Allah çıxardacaq, Allah kərimdir, Allah mərhəmətlidir, Allah görəcək, mən ona belə deyəcəyəm, kimsə gəlib məni oradan çıxardacaq düşüncələri, söz yox, hamısı doğrudur. Əlbəttə ki, Allah Əl-Kərimdir, əlbəttə ki, Rəbbimiz bağışlayandır, əlbəttə ki, müsəlman bir gün əzabdan xilas olacaq. Amma biz nəyi unuduruq, dəyərli insanlar? Biz elə günahlar edirik ki, dildə müsəlman kimi qalırıq, amma gerçəkdə İslamdan heç bir şey qalmır. Bəli, qorxunc olanı odur, dəyərli insanlar. Sözün əsli mənasında bəzi məlumatlar vardır ki, insan o məlumatları əldə etdikcə, insanın bədəni ürpənir. Allahım, nələr var qabaqda, nələr? Biz hansı xətaları isə edə bilərik ki, İslam adı bizdən alına bilər. Bütün cəmiyyətdə belədir. Niyə Allahda belə olmasın ki? Vətəndaşdır, vətənə xəyanət eləyəndə, xəyanət edəndə dövlət onun şəxsiyyət vəsiqəsini əlindən alır və onu vətənə xəyanətdə ittiham edir. Dinə görə onun hökmü ölümdür. Çünki vətən bütün namus deməkdir, bütünlüklə namus deməkdir. Sənin və mənim və hamımızın namusu bunun üzərində yaşayır. Düşmənə bunu satanın nə yaşaması, cəzası ölümdür. Deməli, dövlət vətəndaşını vətəndaşlıqdan qovur xəyanət elədiyinə görə. İdarə, işçi xəyanət edəndə işdən qovulur. Çünki bu xəyanət edib. Niyə dinə gələndə, nə olsun, eybi yox, bu da bir günahdır deyib üstündən keçməliyik ki? Xəyanət bağışlanılmır. Allaha şərik qoşan birisi necə İslamda qalar ki? Bu adam gedir ocaqlara, pirlərə yalvarır. Bu adam gedib bir daş tapıb, daşı başına sürtür, bədəninə sürtür ki, şifa tapacağım bununla. Bu adam gedib kimisə cəddinə yalvarır, övladım olsun. Bu adam nə müsəlmandır ki? O namaz da qıla bilər, saqqal da saxlaya bilər, hicabda da ola bilər, amma İslam deyil. İslam deyil. Rəsulullahla döyüşənlər var idi, Əbu Cəhil. Əbu Cəhil saqqallı kişi idi. Əba geyinirdi, başında əmmaməsi var idi. Məgər geyim insanı xilas edir? Və yaxud da ki, o da özünə görə ibadət edirdi. Gəlib Kəbənin qırağında ibadət edirdi. Amma o deyirdi ki, biz haqlıyıq. Haqlı idi mı? Yox. Necə olur ki, bəs bu günləri biz ocaqlara, pirlərə gedib ondan yardım istəyək də, sonra deyək ki, müsəlmanıq da, əvvəl-axır Allah bizi xilas eləyəcək. Bax, budur şeytanın hiləsi.
Bax, bura sözümü gətirmək istəyirdim. Şeytan bəzən bizi müsəlmanıq, axır Allah bizi xilas eləyəcək düşüncəsi, sözü ilə aldadır. Kim la ilahə illallah deyibsə, Allah onu xilas eləyəcək. La ilahə illallahı Firon da dedi də axırda. Firon da dedi, ey Musanın Rəbbi, sənə iman etdim. Allah ona nə dedi? Əl-ənə, indimi iman etdim mənə. İndi biz, dəyərli insanlar, özümüzü bir güzgü qabağında oturaq, özümüzü bir təyin edək. Özümüzə bir baxaq, görək biz nəyik, gerçəkdə biz nəyik, yəni özümüzdən razı olmayaq, elədiyimiz əməllərdən razı olmayaq, özümüzü təftiş edək və özümüzü cəhənnəmdə bir təsəvvür edək. Bəlkə islah olduq. Nə qədər insan özünü cənnətdə təsəvvür edər? İnsan nə qədər özündən razı olar? Hər kəs özünü mömin görür, hər kəs özündən razıdır. Əlbəttə ki, biz ümidvarıq ki, belədir. Biz ümidvarıq ki, Allah bizi xilas edəcək. Amma nədənsə Allah Quran-ı Kərimdə daha çox cəhənnəmdən xəbər verir. Daha çox qorxudur bizi. Ona görə də qorxaq. Allahdan qorxaq. Biz Allahdan başqa hər nədən qorxuruq, Allaha çatanda Allah Kərimli deyirik. Dövlətdən qorxusan, polisdən qorxusan, zəngindən qorxusan, güclüdən qorxusan, heyvandan qorxusan, ölümdən qorxusan, yoxsulluqdan qorxusan, hər nədən qorxuruq, Allaha gələndə bir dənə nəsə bir rahatlıq var içimizdə, Allah gəlir. O rahatlıq elə bilirsən imandan gəlir. Yox, yox. O rahatlıq imandan olsaydı, Peyğəmbərlər rahatlıqdan göydə uçardılar, göylərdə uçardılar. Çünki onlar o qədər arxayındılar ki, daha doğrusu onların bağışlanması mümkün olmasa, deməli heç kəs bağışlanmayacaq. Amma onlar arxayın deyil idilər. Bu nə arxayınçılıqdır bizdə? Bax, bu cahillikdəndir. Bəli, dəyərli insanlar, ümid qırılsın deyə sizə bu tövsiyə edilmir. Birincisi, sizdən qabaq özümə bunu tövsiyə edirəm. Yəni, mən bu dərsi sizin üçün hazırlayanda, bu sözümə mənim Rəbbim şahiddir. Çünki qabağımda da Allahın kitabı vardı. Yəni, bunu hazırlayarkən birinci özümü qoyuram bu tərəziyə. Özümə baxıram ki, yəni biz bunun harasındayıq. Hey, yaxşı yer görmürük. Çünki şeytan çox hücum edir bizə, bizi aldadır, ibadəti ilə bizi rahatlaşdırır, arxayın oluruq. Arxayın olmayaq, dəyərli insanlar. Arxayın olmayaq. Çünki burada arxayın olmasan, ciddi olacaqsan. Amma arxayın olsan, buraxacaqsan ibadəti. Yavaş-yavaş eybi yox deyəcəksən, eybi yox sigaret çəkəcəksən, eybi yox hicabı açacaqsan, eybi yox qeybət edəcəksən, qeybət etmirəm, söhbət edirəm deyib, cürəbəcür mənasız sübutlar gətirəcəksən. Qeybət etmirəm, söhbət edirəm. Subhanallah. Kim deyib ki, qeybət etmək, çəkic götürüb başqasının başına vurmaqdır? Elə qeybət söhbətdir də. Necə söhbət edirsən? Sənin bu söhbətin sahibinin qulağına çatsa nə olacaq? Bundan söhbət gedir. Ona görə də, bax, biz çox günahları halallaşdırmışıq. Qeybət etmirəm, söhbət edirəm. Faizə girib deyir ki, məcbur idim, ölməyəcəkdim ki, Allah görür də, Allah deyir də, dar gündə acından ölməyəsən deyə, nə bilim, donuz əti yeyə bilərsən. Gör, nə yaxşı dəlillər tapır insan özünə. Zina edir, sonra deyir ki, yox, Allah görür də, bu sevgidir, mən onu sevirdim, o məni sevirdi kimi sözlər danışıb, cürəbəcür sözlərlə insan hər nəyi halallaşdırıb. Musiqiyə qulaq asır, deyir, bu qəmli musiqidir, buna olar, nə bilim, əyləncəli musiqi olmaz. İçki içir, deyir, bu 0% nədir? Özdə bir arxayındır bu 0%-a. O 0%-a onun üstündə yazıb xristiyan, yazıb yəhudi, kafir yazıb onun üstündə 0%. Bu mömin isə, heç mömin qardaşına bu qədər inanmır, o nə isə bu Almana, bu Fransıza bu qədər inanır. Ona görə dəyərli insanlar, özümüzü toparlayaq. Gör, Allah Quran-ı Kərimdə insanın düşəcəyi hansı yerdən xəbər verir. Əl-Vaqiə surəsi 41-ci ayə. Əuzu billahi minəşşeytanirracim. Və əshabuş-şimali mə əshabuş-şimal. Və bir də sol tərəf sahibləri.
Siz nə bilirsiniz ki, nədir sol tərəf sahibləri? Bu söz bilirsiniz, Qur'an-ı Kərimdə çox ifadə olunur. Siz nə bilirsiniz ki, nədir sol tərəf sahibi və yaxud da siz nə bilirsiniz, nədir sağ tərəf sahibi? Siz nə bilirsiniz, nədir qiyamət? Bu sözlər bilirsən nə deməkdir? Əslində biz bilirik, qiyamət var. Nədir qiyamət? Hesab verəcək. Sol tərəf sahibi, yəni cəhənnəmə düşəcək adamlar. Sözün lüğəti mənasını bilirik. Amma biz bilirik sol tərəf sahibi, onun kitabı sol əlinə veriləndə, onun bədənində hansı proses gedəcək? Onun bədəni yağ kimi necə əriyəcək həyəcandan? O cəhənnəmi görəndə, onun gözləri, başın içəri hissəsində olan yumruq boyda gözümüz var. Bizim əslində gözümüz yumruqdan biraz balacadır. O bir dənə gözümüz var. O göz, gözə çölə çıxacaq. Dəhşətdən, cəhənnəmin görüntüsünün dəhşətindən. Ona görə Allah deyir, sən nə bilirsən ki, nədir sol tərəf sahibi? Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən də biz bilmirik nədir sol tərəf sahibi. Biz bunu anlasaydıq, bəlkə də başımızı yerdən qaldırmazdıq. Zikir, dualarla həyatımıza son verdilərdik. Amma Allahın o cəhənnəminin iyini, səsini belə eşitməyək deyə ondan uzaq durardıq. Allahın Rəsulü deyir ki, onun səsi bir əzabdır, səsi. Biz isə gülə-gülə, rahat günah edirik. Rahat günah edirik. Allah bizi bağışlasın. Nə bilirsən ki, nədir sol tərəf sahibi? Fi səmumin və həmim. O, elə bir yerə düşəcək ki, onun küləyi də bir dəhşətli əzab verici istidir, səmum. Dəhşətli əzab verici küləkdir. Burundan girir, ağciyərləri yandırır. Gözə girir, gözün içini yandırır, onun havası. Dəriyə dəyir, dərini əridir, onun havasının istiliyi. Təsəvvür edin, o havanı çəkir, bir buxarı çəkin burnunuza. Eybi yoxu bir dəfə yoxlayın, ölmərik ona görə. Bir qafadanı qaynadarkən, onun bir qəhvədanın ağzını aç, onun buxarını gör, bir dəfə çəkə bilirsən içivə. Amma yaxşı-yaxşı qaynayan vaxtdır. Demirəm, et bunu. Bir bax, bir qaldır, bir bax, gör bunu çəkə bilirsən içinə. Halbuki onun dəstəyini qaldıranda əlini yandırır. Hansı dərəcədir o? 70-80 dərəcədir. Hələ bunu fikirləşin 1000 selsi. Hələ fikirləş ondan da ağırını. Hələ gör bu sənin ciyərlərinə gedəndə, ciyərlərində hansı rolu oynayacaq? Sən deyəndə dəyərli insan. Biz, yəni biri müxatəbdir, biri də danışandır. Yəni ki, biz bir-birimizlə danışırıq deyə sən deyilir. Yəni hələ o birinci mənəm. Hamımızıq o yerdə. Və zillin min yəhmum. Onun kölgəsi də bir əzabdır. Kölgəsi də bir əzabdır. Normalda kölgə sərinlik verər. Onun kölgəsinin də bir əzabı var. Lə baridin və lə kərim. Orada o şəxslərə heç bir sərinlik, heç bir sərinləndirici bir şeylər verilməyəcək. Nə sərin su, nə yelpic, nə də ki, biraz kölgəyə keçsin, yazıqdır, deyilməyəcək. Və lə kərim, heç bir hörmət də olunmayacaq. Subhanallah, hörmət də olunmayacaq. İnnəhum kənu qəblə zəlikə mutrifin. Çünki onlar bundan qabaq, yəni dünyada nə yaman nazlı idilər, hörmətli idilər, komfort idilər, komfort həyat. Mutrif sözü komfort yaşayan deməkdir. Dünyada komfort yaşayırdı, əyləncə içində idi. Biz deyirdi, biz Peyğəmbər övladıyıq, bizə heç kəs heç nə eləyə bilməz. Nə bilim, biri deyir ki, məni filan imam gələcək, xilas eləyəcək. Sən get öz günü bağla. Biri deyir ki, biz filan firqəni Allah xilas eləyəcək. Nəsə bir qruplar özlərindən razıdır, bir qrup. Yaman razıdır özündən, subhanallah. Allahın Rəsulü özündən razı olmayıb. Bu özünü mənsub etdiyi
mən peyğəmbərin övladı, nəvəsiyəm, nə bilim, mən kimə ibadət edirəm, onlar bizi qoymazlar. Heç onların özü tir-tir əsir Allahın qabağında. Bu nə danışır? Nə arxayınçılıqdır bu? Bu şeytan haradan gətirdi bu arxayınçılığı? Belə bizə verə bildi. Siz dünyada yaman hörmətli idiniz. Nə oldu? Burada heç bir hörmət olunmur sizə. وَكَانَ يُصِرُّونَ عَلَى الْحِنْسِ الْعَظِيمِ Siz böyük günahları təkrar edirdiniz. Bəli, dəyərli insan, ən böyük günah Allaha şərik qoşmaqdır. Amma insanlar bunu o qədər kiçildib ki, kimə neynirəm ki deyir? Kimə? Allaha. Allaha edirsən. Sən necə başqa əlini açıb başqasını yalvararsan? Sən necə Allahın adının böyründə başqa ad çəkərsən? Sən necə ziyarətgahlara gedib də oradan yardım, mədəd umarsan? Və yaxud da digər günahlar. Namaz qılmır. Namaz qılmamağa belə deyir. Kimə neyniyib ki? Öz əməlidir, öz Rəbbi ilə özü bilər. Əlbəttə öz Rəbbi ilə özü biləcək. Əlbəttə heç kəs onun yerinə hesab verməyəcək. Söhbət onun bu günahı kiçik görməsindən gedir. Allah deyir, siz böyük günahları təkrar edirdiniz. Yusirruna aləl hinsil azim. Böyük günahlarda təkrar edirsiniz. Kreditə girir, borc, xərc, nəyini satdı, verdi, vəziyyətdən çıxır, təkrar bir dəfə də girir. Siz bu böyük günahları necə edir ey insan? Uyuşturucu qəbul edir. Qırıla bilmirəm deyir. Qırılacaqsan, qırılacaqsan. İsti tüstünü ciyərlərinə çəkəndə, burnundan o heroini çəkəndə və yaxud da ki, damarına hansıysa maddəni köçürəndə aldığın zövqün nə fəlakət olduğunu görəcəksən. Sən dünyada çəkdiyin əzab olmayıb ki. Yəni, dünyada onların çəkdiyi əzab var. O əzab deyil ki. Əzabın nə olduğunu görəcək. Allah göstərməsin. Allah hidayət etsin bizim hər birimizi. وَكَانُوا يَقُولُونَ أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِزَامًا أَإِنَّا لَمَبْعُثُونَ Hələ bunlardan bir qrupu da var. Onlar bu sözü deyir. Yəni, indi bura qədər saydıq. Yəni, bilir, iman edib, ölümdən sonra bunlar var. Yəni, onlara cəza veriləcək. Və insanların bir qismi də var, deyir. Öldükdən sonra bir də diriləcək. Ola bilər bu söz bəzilərimizə doğma deyil. Yəni, inanmıram ki, bizim dinləyicilərimizdən kimsə bu sözü desin. Amma biz bilmədən bəzən fərqli sözlər deyirik. Bəzən o lətifələrə baxırsanı, gülməli teatrlara baxırsanı, axirətdən danışırlar və yaxud da ki, kimlərsə axirətdən danışır, cəhənnəm belədir, cəhənnəmdə kimlər olacaq, onlarla olmaq daha maraqlıdır. Bu adamlar inkar edir, dəyərli insanlar. Sən gülərsənsə, sən də inkar etmiş olarsan, Ona görə Allahın Resulü sallallahu aleyhi və səlləm, daha doğrusu Allah subhanahu teala, Quran-ı Kerimdə gördün ki, biri cahil danışır, uzaq dur oradan. Uzaq dur niyə deyir? Onun danışdığına gülərsənsə, ona qoşularsan. Sənin də adın qeydə düşər onunla birlikdə. O cəhənnəmə istehza edir, sən də gülürsən. Sonra da gedib namaz qılırsan. Ona görə də, yəni, bir qrup insan ahirəti inkar edir danışdığıyla, elədiyi hərəkəti ilə. Kim gəlib oradan? Belə söz deyirlər. Kim gəlib? Məhəmməd Peyğəmbər. Oradan gəlib. Cəhənnəmdən gəlib. Cənnətdən gəlib. Görüb oranın sakinlərini, cənnəti də, cəhənnəmi də görüb. Necə yəni kim gəlib? Kim gəlib? Kitab, Quran. Daha sən nəyə inanırsan ki? Əvvə əbəunəl əvvəlun. Bəziləri də deyir, ata-babalarımız da diriləcək. Yəni milyon il bundan qabaq yaşamışlar da diriləcək. Qul innəl əvvəlinə vəl-əxirin. De onlara, ən birincilər də gələcək, ən axırıncılar da gələcək. Hamınız Allahın huzurunda hesab verəcəksiniz. Ləməcmu'unə ilə miqati yevmin ma'lum. Həmən məlum gün ki var, məlum gün. Kimə məlumdur? Allaha məlumdur günün hasanı. Bizə isə məlumdur qiyamət vardır. Biz ona iman etmişik. Amma o iman bizi tamamlamır ki, imandan sonra əməl gəlir.
Yəni, sənə həmin məhşər gününə iman etmisənsə, bəli, mən bilirəm olacaq. Olacaq, orada əzab çəkənlərdən olmayasan deyə nə etdin dünyada? Onu etmək lazımdır. Thumma innakum eyyuhad-dalunal mukazzibun. Sonra siz ora gətiriləcəksiniz. Ey inkarsılar və ey azğınlar. Azğınlar və inkarsılar. Azğınlar kimdir? Yolunu azanlar. Hidayət yoluna deyil, şişrət yolunu seçənlər. Mukazzib kimdir? Ateistlər, inkarsılar. İnkarsılar və azğınlar. Hamınız hesaba qalxacaqsınız. Ləakiluna min şəzərin min zakkum. Cəhənnəmin zakkum ağacının meyvəsindən yeyəcəksiniz. Allah bizə onu heç göstərməsin. Nəyim ki yedizdirmək? Onu bizə göstərməsin. O bir meyvədir. İnsan 100 illərdir acdır. Təsəvvür et. Biz bir oruç tuturuq, iftara şığıyırıq süfrəyə acından. Təsəvvür et, 100 illərin acı meyvə görüb. Nə bilir ki, nədir o meyvə? Hətta təkrar yesə belə, yenə də unudur. Çünki acılıq insana güc gəlir. Zakkum ağacının meyvəsini gördükdə hamı şığıyırlar onu ağaca, o ağacın meyvəsini yeyirlər. Ləakiluna min şəzərin min zakkum. Zakkumun meyvəsini yeyirlər. Fəməliuna minhəl butun. Doyana qədər yeyirlər. Elə ki doydular, proses başlayır. Proses nədir? Susuzluq gəlir. Aman Allahım, bu nə meyvə idi? Su istəyirəm. Su var, bulaq var, çeşmə var, su var. Nədir? Fəşəribunə aleyhim minəl hamim. Yalnız içəcək su cəhənnəmin suyudur. Cəhənnəmin suyu nədir? Cəhənnəm sakinlərinin bədənlərindən əridilmiş bədənlərinin bağırsaqlarının, dərilərinin, sümüklərinin qalıqları, suları. Təsəvvür edin. Çünki ancaq su odur. Fəşəribunə şurbəlhim. Həmən suyu, bax onlar həmən suyu, halbuki Allahın Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, cəhənnəmdən bir damla su götürsən, okeana töksən, dünya okeanına. Okean qaynamağa başlayar. İstiliyi onu qaynadar. İndi biz bunun fərqli mənalarına baxaq. İstiliyi qaynadar. Murdarlığı bütün okeanı murdar edər. Təsəvvür edirsiniz? Yəni ondan o qədər murdardır ki o su. Bir damla düşsə okeanı murdar eləyər. İndi bu günahkarlar onu içirlər. Özü də necə içirlər? Fəşəribunə şurbəlhim. Ayə 55-dir. Xəstə dəvə suyu necə içərsə belə. Bəlkə də yazın, bəlkə də ola bilər belə bir video saxlar var. Xəstə dəvənin su içməsi. Yazın. Xəstə dəvə ciyərləri xəstə olur. O susuzluğundan suyu görən kimi o bütün başını suya salır susuzluğundan. O suyu elə dəhşətli içir ki, Allah misalı ona bənzədir. Həmin dəvə kimi içəcəklər o suyu. Ki su var, suyu içir, elə bilir ki su bunun susuzluğunu yatıracaq. Amma bu suyu içdikdən sonra, bu su tökülür o yeməyin üstünə, elə bir karbitin üstünə su tökdülər. O başlayır mədədə qaynamağa. Mədədə o qaynamağa başlayandan sonra bunlar aman Allahım bu nə idi biz içdik. Dırnaqlarıyla qarınlarını cırırlar. İnsanlar öz dırnaqlarıyla öz qarınlarını cırırlar ki o yeməyi bağırsaqdan çölə çıxartsınlar. Bu cəhənnəm əhlinin özünün özünə verdiyi əzabdır. Həzə nuzuluhum yevməddin. Budur sizin qiyamət günü düşəcəyiniz durum. Allah qorusun. Nəhnu xalaqnakum fələvlə tusaddiqun. Sizi biz yaratmışıq. Siz hələ də bu şeyləri təsdiq etmirsiniz. Əfərəəytum mə tumnun. Siz öz spermanıza baxmırsınız. Spermanı misal gətirir Allah. Niyə? Bir insanın spermatozoidində
milyonlarla insanın yaranma potansiyalı vardır. Yani bir spermanın içinde milyardla insan vardır. Necə ki bir balığın kürüsündə milyarddan yuxarı balıq olur. Yəni o kürü ki var, balığın kürüsü yeyilir ya. Onun hər bir nöqtəsi bir balıqdır. Yəni qum danəsi kimi. Hər biri bir balıqdır. Gör neçə milyonlarla balıq bu bir balığın buraxılışında olur. Bir balıq milyonları yaradır. Eyni zamanda bir insanın spermatozoidində milyarda yaxın insan yaradacaq potansiyal vardır. Allah deyir, baxmırsınız ona. Əntum təxluqunahu am nahnul xaliqun. Onu siz yaratmısınız, biz. İnsan spermanı yaradır ki, yox. İnsan sadəcə olaraq yeyir, içir və sperma yaranır. Onu yaradan Allahdır. Yəni bu funksiyanı bizə Allah verib. Birini ortadan qaldırsa uşaq əmələ gəlmir. Bir xromosom ortada çatmayanda, bir leykosit çoxalanda spermatozoidin içində, biraz leykosit çoxalan kimi insan əmələ gəlmir. Və yaxud da ki, qadında bir qan azlığı oldu, insan əmələ gəlməyəcək. Yəni, hələ biz niyə belə düşünürük ki, biz etdik. Xeyr, onu edən Allahdır. Bizi o yaradıb, o funksiyanı verib bizə. Və o da istəyəndə bir toxunması ilə o funksiyanı sıradan çıxardır. Həmən spermatozoidin özü heç bir şeyə çönə bilir. Yəni, var edən də Allahdır, yox edən də Allahdır. Nəhnu qaddarna beynəkumul mevta və nəhnu biməsbuqin. Ölümü də biz yaratdıq. Heç kəs bizim önümüzə keçə bilməz. Dəyərli insanlar, Allah bizi hidayət etsin. Allah bizi dinində sabit etsin. Biz nəyi bacarırıqsa, nə qədər bacarırıqsa əməllərimizi edək. Allahdan qorxaq, Allaha tabi olaq ki, həmən gün bu əzaba düşməyək. Halbuki bu əzab hər birimiz üçün öndədir. Hər birimizin önündədir. Yəni bu hala düşməyimiz bizim bugün həyatda necə yaşadığımızdan çox asılıdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.